2012-ci ildə Lənkəranda itkin düşən 37 yaşlı Tərənə Ağayevanın öldürüldüyü məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı Əli Ağa Kazımov saxlanılaraq istintaqa təhvil verilib. Mərhumun atası Polad Ağayev dəhşətli hadisənin təfərrüatını belə nəql edib. Sadə qaravulçu idi. Sonra uşağı aparıb gecə ilə öldürüb. Həmin gecə yağış yağırdı, bizim heç nədən xəbərimiz olmayıb. Qızıma üst-üstə zəng edib. Tərənə deyib ki, mən qaçıram. 1-2 gündən sonra biz polisə gedib qızımın itkin düşdüyünü bildirdik. Mərhumun bacısı Nazəndə Ağayeva hadisə günü baş verənlərlə bağlı deyib. Biz Əli Ağanın ona zəng vurduğunu bilmirdik. Qardaşım Fuada zəng edib ki, mən qaçıram. Ondan sonra heç bir xəbər çıxmadı. Qadının meyidinin qalıqları basdırıldığı yerdən çıxarılaraq adiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, bir neçə il əvvəl Tərənə Ağayevanın qardaşı Fuad şübhəli şəxs qismində tutulmuşdu. Lakin o bacısının meyidinin qalıqlarının olduğu yeri göstərə bilməmiş, daha sonra sərbəst buraxılmışdı.